Axmaq dağa çıxır ki, hamı onu görsün. Ağıllı dağa çıxır ki, hamını görsün. Nə gözəl demiş bunu müdriklər, düşünürlər. Mən elə dağın ətəyində olanda gördüm hamını. Dönüb baxdım ki, həmişə məni zirvədə görmək istəyənlər dönüb geri qayıdırlar. Niyə? Mən nə günah görmüşdüm ki, üst sevildilər məndən. Bir də baxdım ki, bir-birləri ilə məzhəb ayrıntılarına görə söz savaşına çıxanlar, hər biri Allahı öz tərəfində görənlər, birləşib bir tək tərəf olub, Allah adına məndən üz döndəriblər. Güya haqqın tərəfindədirlər. Mən namaz qılmıram deyə məndən üz döndəriblər. Və mən beləcə o dağın ətəyində tək qaldım. Birinci dərs bunu öyrəndim. Pisliklər o zaman fərqli olur ki, törədənin namazı, orucu, ibadəti varsa, o bağışlanır. Bu Allahın tərəfi sayılır. Digər tərəfi isə əsla bağışlanmır.